ixtisaslaşdırma. Deməli, Ctrl-0 basıram, ümumi ekran olur. Bu Ctrl-0 Photoshop üçün də keçərlidir, Illustrator üçün də. Deməli, elips alətini ilə bir dənə dairə çəkirəm, bunu penaltı edirəm. Bunun iç rəngini hələlik bağlayaq, mane olmasın, konturlar rahat görə bilək. Sonra, dəqiqə, bunun iç rəngini yox elədim. Amma konturu isə olsun, qara rəng, başa. Və daha sonra bunu seçirəm. Baxın, normalda sizdə evdə bu belə olacaq. Siz girəcəksiniz bura, bu rotate aləti var, fırlatma. Buradan scale alətini seçəcəksiniz və bu üstü 2 dəfə vuracaqsınız. 25 yazaq, bəli. Copy-ni basaq və selection tool alətini seçəndən sonra ikisini seçirəm. Digərinə nəzərən sağa verirəm. Sonra yenə bunu seçirəm. Scale alətinin üzərində 2 dəfə vururam. Yenə 25% kopyalayıram. Və daha sonra baxın, böyüyü seçdim. Shift-i basıb saxlayıb balacanı da seçirəm. Və daha sonra Shift-i buraxandan sonra bir dəfə də gedib böyüyü seçirəm. Niyə görə? Buna nəzərən. Məsələn, CorelDRAW-da necədir? İkinci hansı seçilibsə ona nəzərən. İndi bundan sonra bunu nə edirəm? Align top edirəm də, yəni yuxarıya düzlənsin. Boşluğa vurub çıxıram və təzədən üçünü də seçib, küncə gəlib Shift düyməsi ilə bir yerdə fırladıram. Və bundan sonra yenə boşluğa bir daha vurub seçirəm. Scale alətinin üstünə 2 dəfə vururam, 75% yazaq, 75. Copy-ni basım, OK basmıram. OK basım özü balacalaşacaq. Amma copy basanda o miqyasda, yəni bəli, balacalaşır, kopyasını verir bizə. Və daha sonra burada poligon alətini seçirəm. Birinci boş hissə olsun. Yəni bunu seçib boş hissəyə vurdum. Daha sonra poligon alətini seçirəm. Burada center yazılan hissə var. Mouse'un sol düyməsini basıb saxlayıram. Normalda sizdə evdə çəkəndə bu 6 bucaqlı olacaq. Ağ düyməsinə basaraq klaviaturadan onun sayını 5 edirsiniz. Görürsünüz, pass yazılan hissədə buraxıram. Və daha sonra bu boşluğa vurub, təbii ki, bu aləti seçib, sonra boşluğa vurmaq lazımdır. Hamısını seçirəm, sonra Shape Builder alətini götürürəm. Alt, bir də mouse'un təkərinə fırladım biraz ekranı. Yaxından görürəm. Mouse'un sol düyməsini basıb saxlayıram. Buraları silirəm. Və daha sonra biraz miqyası kiçildək. Klaviaturadan alt düyməsini, yəni sol tərəfdəki alt düyməsi, sağ tərəfdəki yox. Sol tərəfdəki alt düyməsi, bir də mouse'un sol düyməsini. Və qırmızını görəndən sonra mouse'un sol düyməsini bir də vururam. Yenə mouse'un sol düyməsini vururam. Təkər olur da. Məsələn, bunu da götürürəm. Bunu da nöqtələrin də üstünə vururam. Sərgi səhma. Bir də haranı silməliydik? Hə, buranı silməliydik. Bir də buranı. Daha sonra mən bunu nə edirəm? Normalda bunlar tək-tək xəttlərdir. Mega normalda bassam, xəta verəcək. Çünki bunu obyekt olaraq qəbul eləmir. Çünki bunlar ayrı-ayrı nələrdir? Xəttlərdir. Mən bunu seçirəm, objekt menüsünə gəlirəm, deyirəm ki, bu xəttləri, yəni strokları, pass adlı əmrin outline stroke, yəni kontur xəttlərinin xarici ilə obyekti çevir. Basıram, daha sonra gəlib mergeni basıram, bu merg işləyir. Yəni mergi nə vaxt işləməyəndə, ya da ki, burada cəmdə hər hansı bir çox problem, yəni bildiniz nə ilə çözüləcək ki, yəni pass outline stroke. Və bunu da seçirəm, nə edirəm? Kücdən shift düyməsini basıb saxlayaraq fırladıram və buna da nə edirəm? İç rəngini qara edirəm. Bu form. Belə.